Kişi rəqslərimizdə ayaq hərəkətləri daha çox inkişaf etmişdi. Məsələn, diz üstündə fırlanmadır, barmaq üstündə hərəkətlərdir və s. bunun kimi hərəkətlər istifadə olunur. Məsələn, onların duruşları var, qamətləri dikdir. Hərəkətlər var, məsələn, əlin düzgün formada saxlanılması. Bu hərəkət qartalın uçuşunu xatırladır. Yəni, bu da Azərbaycan igidlərinin cəsurluğunu daha da artırır, yəni ona bənzədilir. Eyni zamanda xanım rəqslərdə bizdə keçmişdə etibarən xanımlarımız uzun ətəklərdən istifadə edib. Ona görə də Azərbaycan milli rəqslərində xanımlarda ən çox jestlərdən, mimikadan, süzmələrdən, sındırmalardan istifadə olunur. Bir də bizi digər xalqların rəqslərindən fərqləndirən xüsusi əl hərəkətlərimiz var. Xanımlarda isə bu formada əl hərəkəti göstərilir. Yəni bu formada elementdə hərəkətlər olunur, ifa. Bir çoxları bu hərəkəti alov deyə bilir ki, simvol kimi göstərilir. Bəziləri deyir ceyran gözüdür, bəziləri də butaya bənzədir. Buta da bizim milli atributlarımızdan olduğu üçün biz onun üçünü də nəzərə ala bilərik. Rəqslə maraqlanan hər bir kəsə çalışır ki, Azərbaycan rəqslərini, mədəniyyətini, sənətini, tarixini öyrədək ki, onlar da rəqsin tarixini öyrənirlər. Rəqsin tarixini öyrənəndən sonra artıq onlarda bir hiss yaranır, həyəcan yaranır. Görəsən, bu rəqs necə gəlib? Artıq başlayırlar araşdırmağa. Araşdıranda da artıq beynəhək olur və bu şəkildə də o hissi, emosiyanı hiss eləyərəkdən həmin rəqsləri ifa etməyə çalışırlar.